Göy görey ayağı, hoş gelmişsin. Qoy bir yaxşı-yaxşı sana bakım. Ya maşallah, göz değmesin. Gel oğlum, gel. Şükür Allah'a, əl-ayağın sağ-salamat qayıtdın, gəldin. Şükür Allah'a. Keç. Sözün düzü səndən bəlkə incimişdim. Keç oğlum, keç otur. Axı biz özgə döyürük. Atonla Allah ona rəhmət eləsin. Biz lap uşaqlıqdan dost olmuşuq. Səltənət, bizə bir çay. Bu saat. Maşallah, pis döyürsən, yaxşısan. Anan əhvalatı danışdı da. Heç bir şey eləyə bilmədik. Öz hər şeyi boynuna almışdı. Neyi? Neyləmişdi ki bu boynuna dalaydı? Bəyəm, sənin xəbərin yoxdur. Mən heç vaxt elə şeylərə inanmaram. Heç mən də inanmırdım. Peyğəmbər kimi adamdır. Allah bu müharibənin üzün qara eləsin. Aclıq, ehtiyac. İnsan da daş döyür, dəmir döyür. Çox əlləşdim, vuruşdum, bir şey çıxmadı. Hər şeyi boynuna almışdı, altından qol da çəkmişdi. Məhkəmədə anlamasını eşitdi. İndi də yadıma düşəndə bir təhər oluram. Neysə. Özün necəsən, Danış gör, necə vuruşdun? Döşündə ordenlə də oldu, hə? Hedalına. Nə olar? Medal da pis deyil. Mənə bax, o nə məsələdir? Dizirtir, mən nə bilim, güya qaçmısan. Qaçmamışam. Müharibə qutardı. İstədim evə gəlim. Laf düz eləmişsən. İşsiz gücsüz sən gəldə oturmağın nə mənası? Yaxşı, indi bəs nə eləmək fikrindəsən? İşə düzəlmək istəyirəm. Əlbəttə işləməlisən, mütləq işləməlisən. Ancaq hələlik biraz tələsməsən yaxşıdır. Biraz gözlə. Nəyi gözləyim? Özün bilirsən də bizdə belə şeylərə necə baxırlar. Dezertir olub, türmədə yatır. Gəl indi bunları başa sal ki, haqqısam necə olub? Odur ki, ayoğu, biraz gözləmək lazımdır ki, qoy hər şeyi yavaş-yavaş yaddan çıxsın. Mən işsiz qala bilmərəm. Elədir bala, hələlik nə lazımdır? Mən sənə kömək edərəm. Allaha şükür əmin ölməyib ki. Sonra bir şey fikirləşib taparıq.